والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين. أما بعد فإن أصدق الحديث كتاب الله وخير الهدي هدي محمد صلى الله عليه وآله وسلم وشر الأمور محدثاتها وكل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Möhtərəm qardaşlar, necə görürsünüz ki, bax, ilk səfərimizə çıxanda, Məkkəyə doğru gələndə dedik ki, bu sayılmış günlərdir. Düzdürmü? Yəni ki, elə biləcəksiniz ki, bir neçə saat və ola bilsin ki, bir gün kimi gələcək. Baxmayaraq, nə qədər belə ağır olsa bu səfər, amma görürsən ki, artıq qutardı, axırıncı gecəmizdir. Axırıncı gecəmiz də artıq təəssüflər olsun ki, yəni bu həqiqətən də böyük bir nailiyyət idi. Allah Subhanahu Taala'nın Rəbbimizin çağırışı idi. Yəni inşallah ora gələcəyik Allahın izniyle. Amma siz də görürsünüz, ilk olaraq bunu danışmaq istəyirəm. Bax, artıq bitdi. Demək bitdi də bir gecədir. Hətta bu gecə belə vacibdir, sünnədir. Yəni, bəzi insanlar elə başa düşür, sünnə deyəndə yəni tutardı da belə. Yox, elə deyil. Hər bir ibadət necə ki, biz qeyd elədik, alimlər qeyd ediklər. Yəni, ibadətin qəbul olunması üçün iki şərti var. Düzdürmü? Birincisi nədir? İxlas. Sırf Allah üçün olmalıdır. İkinci nədir? Allah Resulü s.ə.v elədiyi kimi olmalıdır. Bu da Allah Resulü s.ə.v eləyibdir. Yəni, Allah Resulü s.ə.v eləyib ki, o demək deyir ki, özündən bu Allahın elçisiydi. Allah Subhanahu Taala'nın, yəni bu elçidir. Allah Subhanahu Taala'nın rabitədə olan bir şəxs idi. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. Allahın əmri ilə eləyirdi onların hamısını. Dinə aid nə var isə heç də özündən yəni heç bir şey eləməyib. Hamısı Allahın əmridir. Yəni o demək deyil, biz ayıraq ki, məsələn bu sünnədir, bu vacibdir, bu fərzdir, yox. Əlbəttə ki, sünnəyə gələndə sözsüz ki, kimsə üzürlüdürsə və çıxmalısı o ayrı məsələ. Amma sən bacarırsansa, bunu eləməlisin. Bu artıq görürsünüz, bax, bitir. Artıq, yəni bitdi, demək olar. Belə də ki, bizim ömrümüzdür. Ömrümüz də belə olacaqdır. Biz arxayınıq. Sanki elə belə, yəni illər və yaxud sanki adam elə gəlir ki, bu bitməyəcək. Amma bitəcəkdir. Biz ki, bu səfərə çıxanda dedik ki, bu bir neçə sayılı bir günlərdir. Belə də bizim elə ömrümüz də belə keçib geçəcəkdir. Bir də görəcəyik ki, artıq ölüm mələyə gəlib və getdik qəbirdəyik. Və o qəbirdə olanda nələr var, nələr yoxdur. Və sanki bunun hamısını necə təsəvvür eləyək, bu bizim ibadətlərimizi, bu həcdə olan bütün amillər, sanki elə bir ki, Allah Subhanahu wa Ta'ala bizə təzədən oldu və təzədən şans verdi, fürsət verdi. Ki, gedin, əməl eləyin. Amma o olmayacaqdır. Həqiqi ölüm olsa, artıq qəbirə girsək, bu dünyaya qayıtmaq olmayacaqdır. Amma bu oldu, fikir verin. Görürsünüz, burada qalmamız. Bu nədir? Bu insanların, yəni qardaşlığın, bu harada biz belə o qədər adam toplaşa bilərik, belə qardaş. İstəsək belə, bu bir neçə gün belə bir yerdə ola bilmərik. Hərənin özünə görə bir problemi var. Nə ailədə, valideyndə və s. Amma burada fikir ver, hər şey unuduldu. Düzdürmü? Nə uşaqlar, nə həyat yoldaşı, nə ana, ata. Yalnız nədir? Bunu fikirləşsin. Hamı burada cəm olur. Bu da Allahın lütfüdür. Cəm olur. Düzdürmü? Cəm olmuş. Heç sadə belə cəm ola bilmərik. Ola bilər ya bir neçə saatlıq. Çox olsun bir günlük. Gör, neçə gündür biz burada bir yerdə yatırıq, bir yerdə silib, bir yerdə durur. Bu nəyə çağırır? Yəni bizim cəm olmaqdır. Amma cəm olmaq nə üzərində cəm olmaq? Əlbəttə ki, haqq üzərində cəm olmaq. Həqiqi haqq nədirsə, onun üzərində cəm olmaq. Batil üzərində cəmlik var, əlbəttə ki, yox. Və dedik ki, çağırışa, yəni Allah Subhanahu Taala'nın bu çağırışı idi. Və biz təlbiyədə deyirik, ləbbeyk Allahumma. Düzdürmü? Ləbbeyk. Ləbbeyk nə deməkdir? Hüzurundayam. Yəni, sən Allahım məni çağırdın, mən də o çağırışa cavab verdim, gəldim. Artıq sənin təlbiyən budur. Yəni, elə belə o sözlər deyil, insan deyir, ləbbeyk Allahumma, belə yox. O çağırışdır. O çağırışa cavabdır. Allah Subhanahu Taala tərəfindən olan çağırışa. Allah Subhanahu istəməsin, heç birimiz buna nail ola bilməzdik. Nə qədər imkanımız da olsa, nə qədər gücümüz də olsa, nə qədər biz sağlam olsaq belə, çünki bizdən də daha sağlamlı insanlar var. Bizdən də daha imkanlı insanlar var. Görürsən ki, Allah Subhanahu onları nail eləmir bu. Amma bu indi artıq oldu. Elhamdülillah. Allah'a sonsuz sayıda şükürlər olsun. Rəbbimdən diləyirəm ki, hər birimizin həccini qəbul eləsin. Və Allah Subhanahu bizi qəbul olunmuş, yəni həcc yazsın. Necə ki, vəsf olunub, o qəbul olmuş həcc sanki uşaq kimi, anadan olmuş, yəni uşaq kimi olur. Yəni günahları təmizlənir. Və hər birimizdə o yazılsın. Yaş bəs indi
gelir növbəti mərhələ. Sən yəni ibadətin bununla bizə əlbəttə ki bitmir. Yəni biz sadəcə olaraq Allah Subhanahu va Taala, bu da Allahın mərhəmətindəndir ki, yəni möminlər üçün neyiniyib? Mövsümlər yaradır. Ramazan mövsümü, düzdür, həc mövsümü və s. Həftə mövsümü, birinci, dördüncü oruç tutmaq, cümə günü. Bunlar hamısı mövsümlər nəyə görə? Yəni ona görə ki, sən elə bilir ki, ayılmağın üçün, əgər qəfildə düşmüsən, Ramazan gəlir, illik sənə, tərbiyəndir. Hətta bəzi alimlər deyir ki, ömürlük belə mədrəsəndir. Özünü islah eləyirsən özünü, başlayırsan, misalsın, o boşluqları doldurmağa Ramazanda, görürsən ki, Ramazandan qabaq sən nail ola bilməyən nə qədər şeylərə nail olursan. Bu Allahdandır. Sonra neyinsən? Əlbəttə ki, bacarsan bunu, onu qoruyub saxlayırsan. Qoruyub saxlayırsan, növbəti Ramazana kimi qoruyub saxlaya bilirsən, onun üzərində qalsan, nə olacaqdır? O Ramazan daxil onu yenə də artıracaqsan. Düzdürmü? Və belə növbəti Ramazan. Növbəti Ramazan bu da olur sənin ömürlük mədrəsən. Ömürlük məktəb sənin üçün olur. Necə alimlər qeyd edir. O da elə, bu həcdir, gəldi, əlhəmdülillah. Artıq görürsünüz, Minadan sonra Arafat, hamısı bunlar elə belədir. Müzdəlifədə görürüz, necə idi insanlar? Harada yatmışdı hamısı? Torpağın üzərində. Sanki məhşərə bənzəyir. Elə odur. İnsanlar artıq qalxıb, heç kimin, yəni ki, belə deyək, heç kimi görmür sanki. Qadınlar orada, kişilər burada. Düzdürmü? Ayrı vaxt olsa, ayrı yer olsa, olası bir şeydir, yox. Ona bənzəyir, qardaşlar. O gün ki, hansı gün ki, insanlar yəni heç bir-birinə belə baxmağa hayə olmayacaqdır. Bu şeyləri görüb təzədən gedib günahlara qayıtmaq necə olar? Sən necə ola bilər olsun, olası bir şey deyib. Sözsüz ki, yəni Adəm övladı hamısı xəta edəndir. Necə Allah Rasul s.ə.v dedi. Amma ən gözəl, yəni ən gözəli hansıdır? Ən xeyirlisi daha doğrusu, o ki, yəni o tövbəsindən, o daha doğrusu o günahından, o xatasından tövbə edən. Bu da belə. Amma biz bir gündə bundan sonra nə etməliyik? Birincisi, ibadətin qəbul olmasının əlamətləri var. Yəni, insanın dəyişilməsi. İnsanın xeyrə tərəf dəyişilməsi. Əgər sən dəyişilməmişsənsə, mən dəyişilməmişəmsə tamamilə, deməli, o deməkdir ki, bu ibadət məqbul olmayır. İnsan dəyişilməlidir. İnsan yəni dəyişilməlidir. Sən gedib təzələnən bu günahlara qəti şəkildə qayıtmalıyıq. Allah'ın izniyle. Tövbə elədik, təmizləndik, təzələnən get qayıt oraya. Yox. Sonra isə görürsən, burada məsələsində nə qədər insanlar, bizdə də hər birimizdə. Ola bilsin ki, bilirdik hətta. Nə qədər suallar yaranır burada. Bu da nəyə indi bizi sövq eləyir? Nəyə daha çox yəni ki, nəzər eləmək? Ona ki, yəni elmi artırmaq, biliyi artırmaq. Bu gəldiyimiz bu əməl İslamın 5 dayağından biriydi. Düzdürmü qardaşlar? Yəni hansısa bir nafilə ibadət deyil. Hansısa bir sünnə olan deyil. Bu dayaqdır. Yəni ki, bunsuz İslam yoxdur. Yəni iman kamil olması deyil. Mesela imanın naqis olması yox. Bunsuz İslam yoxdur. Yəni 5 dayaq üzərində durur. 5 sütun üzərində durur. Biri yoxdursa, biri insan qəbulləmirsə, düz nə olur? O həsən İslama daxil olmuş. Nəyin ki, sonra iman olması məsələsi. Deməli, bizim demək, bu 5 İslam dayaq olanda naqisliklərimiz var. Tam şəkildə bilmirik deməli onları. Yəni, nə etməliyik? Yəni, birincisi, elimizi artırmalıyıq. Görürsən, adi şeylərdir, misal üçün, yəni, çox adi bir şeylər. Əlhəmdülillah deyil, insan örgənər, unudar, hamımızda olur. Yəni, heç birimiz yəni, kamil şəkildə bilmirik. İndi də örgənirik Allah'ın izni ilə. İndi də elimizi artırır hər birimiz. Hətta belə elm tələbəsi olsa, hətta alim belə olsa, görürsən, elimizi örgənir, elm də artırır. Amma ondan gedir ki, amma görürsən ki, insan amma çox yəni ki, laqeyddir məsələyə. Bu amma olmalı deyil. Yəni, sənin bu 5 dayağından biriydi. Sən necə ola bilər ki, bunu kamil şəkildə, gözəl şəkildə örgənməmiş bu səfərə çıxmışsın əslində? Axı, ibadət başlamamışdan qabaq vacibdir, üzərinə düşür ki, vacib ki, sən onu elmi şəkildə biləsən. Yaxşı deyirik ki, elm məsələsi, məsələlər ümumiyyətlə kişi qismə bölünür. Düzdür, fərdül ayn, fərdül kifayə. Düzdür, qardaşlar. Yəni, fərdül kifayə nə vaxt olur? O vaxtdır ki, o qövmdə, o yerdə bir nəfər var, onu kamil şəkildə bilir və şəxs ona qayıdır. Elə məsələ. Amma elə məsələ var ki, fərdül ayndir, hər bir şəxsə. Söz namaz məsələsi olsun, düzdürmü? Namaz qılırsansa, sən bunu vacibdir sənə, fərdül ayndir ki, namazı kamil şəkildə biləsən. Bu da belə. Artıq sən
həccə gəlmək niyyətin daha doğrusu var idi, imkanın yoxdur. Ola bilsin pul tərəfdən imkanın yox idi. Ola bilsin səhhət baxımından. Düzdür, artıq düzəldi. Və düzəldisə artıq, sən bu səfərə çıxsansa artıq, sənin üzərində necə olur bu elm? Vacib olur, yoxsa fərd-i kifayə olur? Əlbəttə ki, fərd-i ayn olur. Sən onu öyrənməlisən. Mən onu öyrənməliyəm çıxmamışdan qalan. Bu bax bizim, əlhəmdülillah, indi Allahın izniyle burada hamımız bir yerdeyiz, qardaşıq. Bizdə elə bir şey yoxdur. Kimsə bir-birinin üstündə. Necə ki, Allah Resulü s.ə.v yəni bildirir hədisdə ki, yalnız yəni şəxsi şəxsdən uca eləyən onun dərisinin rəngi deyil. Ağ-qaradan fərqlənmir heç bir şeydən. Necə onun zənginliyi deyir Allah qatında. Nədir təqva? Və təqva nədir? Haradadır? Həhuna və işarə. Buradadır və işarə elədir hara? Qəlbə. Düzdürmü? Və amma biz nə etməliyik? Bu bizim üçün ibrətdir artıq. Qayıdıb Allahın izni ilə, yəni hətta belə xırda məsələlər olsa çalışmaq, öyrənməyə. Və öyrənmək və Allah Subhanahu Taala'nın dinində fəal olmaq, qardaşlar. Fəal olmaq. Və öləndən sonra nə xoş halımızda ki, öləndən sonra gözəl bir şeylər qoyub gedək. Ola bilsin ki, bir nəfəri sən heç böyük şey yox, bir Allahın kəlamını öyrədərsən oxumağa, o uşaq gedər sonra böyüyər olar hansısa bir elm tələbəsi, alim. Bünövrəni sən qoydun artıq. Təsəllə, ölsən belə, bu dünyadan köçsən belə, onun hər bir aldığı elm, hər bir yaydığı elmə görə sənə yazılacaqdır. Necə biz buna laqeyd yanaşaq? Sən gözləmə ki, hansı tələbə gəlib, kim soracaq? Əlhəmdülillah, elə yer var ki, yəni sənin üzərinə düşür orada dəvət eləmək, sənin üzərinə düşür orada Allahın dinini qorumaq, Allahın dinindən danışmaq. Yaxşı, sən mən olmasam, bəyəm bu din qorulmayacaq, əlbəttə ki, qorunacaqdır. Düzdür, kimsə buna ləkə gətirə bilər, yox. Sadəcə nədir? Sadəcə odur ki, sən mən baxmalıyıq ki, Allah Subhanahu Taala'nın dinində hardayıq? Nə edirik? Bizə lazımdır o. Yəni, nələr eləyirik onun üçün? Düzdürmü? Budur, qardaşlar, bax, çalışmalıyıq. Yəni, elm öyrənməliyik, mütləq, fərqi yoxdur. Yəni, elmin nə məkanı yoxdur, nə yaşı yoxdur. Ki, məsələn, mənim artıq 60 yaşım var, mən elm öyrənməyəcəm. Elə bir şey yoxdur. Axır nəfəsinə kimi, ölüm gələnə kimi öyrənəcəksən və əməl edəcəksən bazardan qədər. Və onda Allahın izni ilə xeyr əhlinə olacaq. Bu mübarək yerlərdir, səfərdəyik, bizim ibadətimiz bitməyib. Düzdürmü? Bitmir yəni. Yəni səfərdəyik, yəni Allahın qonaqlarıyıq, qardaşlar. O günlərin bir, necə xatırlarsınız, demişdim sizə, bizi burada nə adlandırırlar? Duyufur Rəhmən. Yəni, Rəhmənin qonaqları. Bizi belə adlandırırlar burada, qardaşlar. Fikir ver ki, təsəllə ki, bir yerdə xəstəxana gün getmişdik qardaşlar, orada belə yazılır ki, Duyufur Rəhmən. Yazıda gəlir, sizə göstərdim onu. Dedim, qardaş, bax ki, nə yazılır ora? Yəni, ona görə bunu, əlhəmdülillah, qorumaq lazım. Gör, kimin sən qonağısan? Yəni, bizə yaraşmaz ki, yəni ki, Allah Subhanahu qonağı ola-ola özümüzü nalayiq aparaq, əxlaqsız aparaq. Allah qorusun. Mən heç kimdə şübhə eləmirəm ki, kimsə biz nalayiq və yaxud da əxlaqsız olmaq. Amma yenə nədir? Xatırlatmaq möminə fayda verər. Və necədir? Bax, misal üçün, qardaşlar, yəni, qardaş ki, xatırlat o bölünmə barəsində, yəni, indi inşallah bir qısa da olsa, mən onu çalışacağım. Bu, böyük bir, uzun dərsdir, sadəcə qısa. Ümumiyyətcə, yəni, ümmətin bölünməsi var. Ümmətin bölünməsi var. Yəni, ümmət deyəndə, bax, diqqət edin buna, qardaşlar, ümmət deyəndə, yəni, kimlər daxil olur o ümmətə? Bizdə, bax, problem buradadır. Elə bilir ki, ümmətə yalnız müsəlmanlar daxil olur. Allah Resulü s.ə.v ümməti deyəndə kimliyindən asılı olmayaraq, dinindən asılı olmayaraq, hamısı daxil olur hara? Peyğəmbər s.ə.v ümmətinə. Ya deyək, Yahudi Peyğəmbər s.ə.v ümmətidir, Xristiyan Peyğəmbər s.ə.v ümmətidir, müşrik Peyğəmbər s.ə.v ümmətidir, yoxsa deyil. Əlbəttə ki, Peyğəmbər s.ə.v ümmətindən sayılır. Birinci bu məsələdir. Bunu bilməliyik. Onlar hamısı Peyğəmbər s.ə.v ümmətindən sayılır. Sonra nədir? Bax, var yəni dəviyyə vəl-icabiyyə. Bunlar isə, bax, bu sadaladıqlarımız daxil olur hara? Birinciyə, dəviyyə, yəni dəvət olunanlar. Onlar, yəni dəvət olunanlardır. Bir dakika, şey dedir ya da, təkinlik dedir, dərs şeydir. Deməli,
necə dedik? Dəvət ümməti. Kimdir ora daxil olanlar? Bütün bəşər. Hamısı, insanlar və cinlər. Fərqi yoxdur. Yəni, onun heç bir nəyindən asılı deyil, dinindən. İstir o müşrik olsun, istir o yahudi olsun, istir Hristiyan olsun, fərqi yoxdur. Deməli, dəvəyə daxil olur. Yaxşı, ikinci qisim hansıdır? İcabi. İcabi nə demək? Yəni, bizim dildə də elə indi. İcabət eləyənlər. İcabət eləyənlər. Yəni, Allah Rasulü sallallahu aleyhi ve sellemin dəvətinə icabət eləyənlər. Yəni, kim ki dedi ki, əşhədü ən la ilahe illallah və əşhədü ənnə Muhammədən Rasulullah və Muhammədən əbduhu və Rasuluhu, o artıq daxil olur, hara qardaşlar? İkinci qismə, icabət qismə. Fərqi yoxdur bundan. İstir insan sufi olsun, istir insan nə bilim mən nə olsun, nə olmasın, fərqi yoxdur. Kimdən asılı olmayaraq bu daxil olur ikinci qismə. Düzdürmü? Hə, ikinci qismdən sonra artıq başlayır bölümlər. Bölümlər başlayır. Bölünür, belə. Və oradan da gəlir çıxır hara? Artıq gəlir çıxır, məhsin deyək, mənhəc səlim. Salamat mənhəc üzərində, əqidə üzərində olanlar. Bu da elə bir ki, bəzi alimlər, misal üçün, bunu belə bölüblər. Nədə məsələn, baxmayaraq ki, əhl-i sünnə vəl cəmaə deyəndə o belə bölünür. Bölünüb, amma pis tərəfindən bölünmək kimi deyil. Necə bölünüb? Qısa olaraq desəm, qardaşlar, sözünü necə qeyd edelim, bu böyük bir dərsdir və belə elə bir ki, başa salması bir şey deyil. İnşallah ki, bilirsiniz bunu. Bu, yəni elə bir şeydir ki, bunu dərslik olaraq götürmək lazımdır. Rükşə qələm və löyfə ilə. Var elə bir ki, bu dəvətdə, belə deyək, bu sələfin dediyimiz və salamat, hansı ki, Allah Rasulü s.ə.v dedi ki, o 73 firqədən biri cənnətə daxil olacaq. Var onların, onu necə bölür? Onu yəni, çox alimlər bölür, bəzi alimlər bölür. Var o alimlər, orada iki hissəyə bölür. Nə hissəyə? Var o mənhəc üçün, o, yəni ki, firqə üçün çalışanlar, var isə elə belə oturanlar. Və belə. Daha xeyirlisi hansıdır? Sözsüz ki, o tam şəkildə onu örgənir və yayanlar. Allahın izni ilə. Bəli, ola bilsin ki, biraz ağır gəlsin. Məsələn, birinci vaxt bunu bilək, elə Allahın izni ilə. Deməli, necədir? Ümmət deyəndə hamısı daxil olur. Kimlər? Yahudi, Nasrani və s. Düzdürmü? Bu, hara daxil olur? Dəviyyə. Dəviyyə və icabiyyə. Və bunu bilməli, iki bölümdür birinci. İki bölümdən sonra, demək, bu deyirsə, kəlmə işarətin daxil olur hara? İcabi, icabət elədi. İcabət eləyəndən sonra da bitmədi məsələ. Çünki biz necə bilirik ki, o 72 firqə, yəni o 73 firqənin biridir cənnətə birbaşa daxil olan. Düzdür? Yəni heç bir soru, sualsız. Amma 72 firqə cəhənnəmə daxil olacaq. Bu da o demək deyil ki, o 72 firqə, yəni əbədi cəhənnəmdə olacaqlar, əbədi cəhənnəmdə olmayacaqlar. Ola bilsin ki, hansıdır əbədi cəhənnəmdə olacaqlar? Onlar ki, onları alimlər təkfir edibdir. Alimlər onları təkfir edibdir, onlar yəni ki, olacaqlar cəhənnəmdə. Amma biz necə olmalıyıq qardaşlar, necə çalışmalıyıq? Çalışmalıyıq ona ki, Allahın izni ilə tam şəkildə neynəyək? O bir Allah Rasulü s.ə.v qeyd elədi ki, yəni nicat tapanlar biri olacaq. Ondan olmaq. Hər bir şeydə. Yəni təkcə yəni ki, insan, misalsın, zahiri görkəmi ilə bu kifayət eləmir. İnsan istəyir kütlədə olsun, istəyir meçiddə olsun, istəyir məsəlin ailəsində olsun, istəyir dostların arasında olsun, qardaşların arasında olsun, böyüklərin arasında olsun, tam şəkildə özünü sələflərə bənzətməli. Elə belə zahiri yox. Necə olublar? Bunun üçün nə etməliyik? Bunun üçün də öyrənməliyik. Onların həyatını bilməliyik. Necə olublar? Nətər olublar? Düzdürmü? Və yaxud da necə olub onların mövqeyləri? Yəni kimsə bir şəxs azanda, çaşanda, necə olublar, yəni nətər olublar onlar? Yəni insanlara misal üçün deyiblər ki, belə olun, elə olun, bir olun və sonra isə arxada və başqa yerlərdə ki, filan kəsin salamını kəs, bəhmən kəsin salamını kəs, belə olublarmı? Yoxsa onlar elə toplumda, insanlar içində olduqları kimi də 2, 3, bir nəfərdən olanda da olublar elə. Budur qardaş, insan böyükündə mən səndən nəyisə gizlədə bilərəm. Mən səndən nəyisə gizlətməklə Allah subhanahu wa ta'ala gizlətmiş olacaq. Bu artıq o insanın, o şəxsin əqidəsində problemi olmağına dəlalət edir. Necə ola bilər ki,
Mən sənə özümü belə göstərim və arxada başqa cür olur. Bir toplumda belə olun, başqa toplumda belə olun. Olası bir şey deyil. Bu yəni heç olası bir şeydir. İnsanın belə insan olaraq belə bizim urfumuza görə bu yaraşan bir şeydir. Kişi olan şəxsə. Düzdürmü? Bu onun sifətlərindəndir. Necə olur ki, sən özünü isə sələfliyə nisbət eləyəsən və belə olasan. Özünü allatma. Bil ki, yəni ki, sabah birin öləcəyik və qəbirə qoyulacaq. Və sorğu sual var. Mümküniyyət yox. Və bu qaçılmazdır. Gün içində qaça bilərsən. Amma o gün gələcək ki, vallahi heç kim qaçmayacaq. Və cavab verəcək. Bu qardaş, bu yəni belədir ki, əlhamdülillah, ola bilsin ki, bəzi insanlara ağır gəlsin. Amma məsələ elədir ki, öyrənməliyik. Dinimiz də öyrənməliyik. Balacadan böyüyə başlamalıyıq. Sən əlbəttə ki, başlayıb birinci firqələr öyrənməklə yeni edəcəksin ki, yəni ki, çətin olacaqdır. Onun gedin eləməlisən, hər şeyin yəni hissə, balacadan böyüyə. Yəni sən gedin namazın örgən, amma dəstəmazı bilmirsən tam şəkildə. Dəstəmazsız sən namaz neyəcəksən? Və yaxud da qusulun yoxdur, gəlib dəstəmaz alsın. Necə ola bilər ki, o yəni sənin namazdan öyrənməyi ilə, namazın əhkamlarını bilməyi ilə əslində orada olan rukunlar, vacibətlər namazın içində, amma sən elə bir şərtləri bilmirsən. O da belə qardaşlar. Məsələlər niyə görə belədir? İnsanlara bəzi məsələlər ağır gəlir. Ona görə ki, insanlar dini deyir, amma öyrənmir tam şəkildə. Öyrənməliyik, baxmalıyıq ki, sələflər necə olublar, nə tər olublar, alimlər nə tər olubdur. Və belə Allahın izni ilə onda artıq bəzi hətta şübhəli məsələ olanda, şübhəli şəxs gələndə, şübhə sənə türləndə artıq sən biləcəksən ki, subhanallah, bu budur. Bu məsələ budur, bu məsələ budur. Amma sənə hansı bir külək gəldi, təkbir küləyi, nə bilmən, xavarif küləyi, Allah qorusun, nə bilmən, və s. nesə də fitnələr düzdürmü? Onları sən hələ hansı külək gəldi, tap yıxılırsan, olası bir şey deyil. Möhkəm olmalısan, dayanmalısan, bunun üçün də öyrənəcəksən və baxacaqsan kimlərdənsən, möhkəmlərlə bir yerdə olmalısan ki, möhkəm olasın. Dində güclü olanlarla. Əlbəttə, səhərin axşam lağlağı eləyənlə, vaxtını boş-boş keçirdənlə, onunla olsan, sən də onun tay olacaqsan. Amma zikr əhli ilə olsan, Allahın dinində səni çağıranla və yaxud səndə bir səhv olanda, sənə onu düzəltməyə çalışanla bir yerdə olsan, onu möhkəm olacaqsan. Və bu bir qardaşdır, bir mövsüm idi, əlhamdülillah, hansı ki, Allah s.ə. verdi. Düzdürmü? Necə ki, görürsünüz, tacirlər gözləyirlər ki, hansı bir mövsüm gəlsin və oradan qənimət yığsınlar, yəni qazanc yığsınlar. Bu da bu odur. Bu müminin bir mövsümü idi. Allah s.ə. vermişdi bizə və elmdə qutarmayıb və bundan faydalanmaq lazımdır. Və bunu da ki, artıq bəhrəsini görməlisən sonra, özünü dəyişməlisən. Ən böyük dəyişiklik olmalı ki, Allahın dini üçün çalışmalısın. Onun üçün çalışsaq, Allah subhanahu wa ta'ala o birisi işlərimi də səhmana salacaq. Görürsən, sələflər necə olublar sahabələr? Yalnız dünya ilə məşğul idi, əlbəttə ki, yox. Onlar nə qədər yəni ki, dinlə məşğul olurlardı, nə tər yəni özlərini sərf eləmişlər Allahın dininə. Allah subhanahu dünyanı gətirib onları ocun içinə qoyurdu. Düzdürmü? Və belə də biz nə qədər ki, Allah subhanahu wa ta'ala'nın dininə görə çalışacağıq, o qədər də hər şey artacaqdır. Bax, görürsən, adi bir misal. Allah Rasulullah deyir ki, həcc eləmək, ümrə çoxaltmaq insanın ruzisini, bərəkətini artırar. Həccə gəlirsən, nə edirsən? Günahlardan təmizlənirsən. Düzdürmü? Yaddaşda oldu mən. İşte, yazısız, onsuzdur. Yəni, həccə gəlirsən, görürsən, nə olur? Ümrəyə gəlirsən, təmizlənirsən, düzdürmü günahlardan? Deməli, Allahın dininə daha da yaxınlaşırsan. Sən ruzun artır. Budur da, bax, məsələlər budur ki, günahlardan demək, uzaqlaşdıqsan, əməl artdıqca bərəkət artır, ruzilənirsən. Ruzi təhsil mağdur olmur ki, ola bilsin hansısa bir məsələn düzəlir. Ola bilsin hansısa bir xəstəliyin var idi və ya hansısa bir yaxının xəstə idi, şəfa tapır. Bu da Allahın ruzisidir. Ki, bax, həcc, gəldin, təmizləndin, artırdı Allah. Ümrə gəldin, təmizləndin, Allah sonra artırdı. Bu da belədir. Gör, biz indi çox vaxtımızı çalışıb Allahın dinində sərf eləsək, onun öyrənməyimizlə, onu yaymağımızla, onun üzərində möhkəm olacaq, necə olar halımız? Biz ona bir nedir? Allahın izniyle savaşacağıq. Bir yerdə savaşacağıq, əlbəttə ki. Çünki mümkün deyil. Yəni, Allah Rasulullah biz necə əvlənir? Kəlbünniyyən. Yəni, bir tikinti kimi. Yəni, bir kərpisi düzgün qoymasa hörgüsü ora, düzdür bənnan. Necə olacaq? O düzgün bir şey olmayacaq, aşacaqdır. Biz də beləyik, qardaşlar. Və sonra Allah Rasulullah deyir ki, cəsəddə deyir,
bir məsələn baş ağrıyanda və yaxud da qızdırması olanda insanın bütün bədəni sazır. Və o da ki, bax, qardaşlıq da budur. Qardaşlıq da budur. Da baxacaqsan, sənin qardaşın hətta belə çaşsa da, sənin qardaşın hansı günaha düşsə də belə sən onu həmən buraxmayacaqsın. Necə ki, yarhamqallah, necə ki, Hüseymin Rahimullah deyir, gördün, deyir, qardaşın çaşır, azır, hətta belə gördün, düzgün yola düşməyib, həmən onu buraxma, əlindən tut, qoyma getməyə. Qoyma getməyə. Amma deyir, gördün, artıq gedir, onunla bərabər getmə, burax, qoy getsin. Sən də bir qardaşın nəsə oldu, səhvi oldu, həmən onu buraxma, qoyma, nəsiyyət elə, tövsiyə elə. Bəzi insanlar kimi yox, nəsiyyət deyir, adamlar axtarır və nə edir? Başlayır, elə belə ki, insanın eybini açmağa. İnsanlara danışır, görüm kim nəsiyyət edəcək ona. Elə olmaz, qardaşlar. Biz bilmirik, Allah subhanətə Allah, yəni kim bu dünyada bir şəxsin eybini örtərsə, Allah onun qiyamət günü eybini örtər. Kim isə eybini açarsa, Allah qiyamət günü onun eybini açar. Onun üçün, yəni, nə deməliyik? Məsələlərdə ehtiyatlı olmalıyıq. Allah subhanətə yenə diləyirəm ki, qardaşlar, bizim həccimizi qəbul etsin. Allah subhanətə Allah bizlərə yenə də bura gəlməyə özümüz və yaxınlarımızla, ailərimizlə nəsib eləsin. Və Allah subhanətə Allah deyərəm ki, bizim ölkəmizin əmin-amanlığını qorusun. Allah subhanətə bizim ölkəmizdə olan müsəlmanlara hidayət versin. Allah subhanətə Allah bizim ölkəmiz gələn bəlaların qarşısını alsın. Allah subhanətə bizim başçımıza kömək olsun, ona düzgün şəkildə qərarlar verməyə. Kimlər ki, ona, ölkəmizə, millətimizə, xalqımıza, müsəlmanlara hilələr qurur, Allah subhanətə özü o hilənin qarşısını alsın. Allah daha doğrusunu bilir. Subhanəkallahumma bihamdik, əşhədu ən la ilahə illə əntə əstəğfiruka.